Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Bu günləri Tovuz rayon Düzqırxılı kəndindəyik. Şəhidimiz Asimimizin anım günüdür. Hansı ki 44 günlük vətən müharibəsində Asim də o birisi şəhidlərimiz kimi qəhrəmancasına şəhadətə ucaldı. Ruhu şad olsun cəm şəhidlərimizin. Allah yaxınlarına səbr versin inşallah. Ata-anasına səbr versin inşallah. Biz Tovuz Şəhid Ailələri Birliyi olaraq biz hər zaman şəhidlərimizin və onun ailəsinin yanında olmağı özümüzə bir vətəndaşlıq borcu bilirik ki, əgər bu dünyada yaşayırıqsa, bu dünyada rahat həyat yaşayırıqsa, bugünkü günü sakitçilikdir, evlatlarımız rahat şəkildə həqiqi hərbi xidmətə gedir, qayıdır, narahatçılığımız olmursa, o da bizim baş tacımız olan şəhidlərimizin və cənab prezidentimizin hesabına olur. Ruhu şad olsun cəmi şəhidlərimizin. Şəhidlər bizim baş tacımızdır, şəhidlər bizim qürurumuzdur. Neçə ki canımızda can var, onları yaşatmaq da bizim insanlıq borcumuzdur. Hər bir şəhid ailəsi, hər bir vətəndaş, yəni şəhid ailəsinin, şəhidin atasının, anasının da borcudur şəhidini yaşatmaq. İlk növbədə şəhidin elə atasının, anasının borcudur şəhidini yaşatmaq, evladını yaşatmaq. Ondan sonradakı vətəndaşlarının hər biri. Ruhu şad olsun cəm şəhidlərimizin. Allah sizlərdən də razı olsun. Həmişə zəhmətinizi çəkirsiniz. Allah razı olsun. Şəhidlərimizə Allah rəhmət eləsin, yerləri cənnət olsun, məqamları ucadan uca olsun. Allah şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun. Qazilərimizə də can sağlığı, rəhmətə gedənlərə rəhmət eləsin, qalanlara da can sağlığı. Bugün Asim balamızın il dönümünə yığışmışıq. Hər gün olduğu kimi bu oktyabr ayı biz şəhid valideynlər üçün çox çətindir. Çünki evlatlarımızın son sözünü, son səsini eşitdiyimiz, onların şəhid olduğu aydır. Ona görə bu ay bizə çox ağır gəlir. Allah bütün şəhid balaların yerini cənnət eləsin, onlara rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bugünkü gündə vətənimizin keşiyində duran hərbiçilərimizi qorusun. Amin. Bir daha bu Azərbaycan torpağının üzərinə qara bulut gəlməsin. Heç kimin evladı şəhid olmasın. Bugün bizim bu balalarımız şəhid oldu ki, Azərbaycanda yaşayan indən belə mənim nəvəm də böyüyür. Şəhid balamın evladı böyüyür. Nə xoş ki, onun atası bizim bu şəhid balaların qutardığı, azad firavan elədiyi Azərbaycan torpağında böyüyəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, hər birimizə səbir versin. Amin inşallah. Şəhidlərimizə rəhmət eləsin. Atasına səbir diləyir. Qardaşım səbirli olun. Müasir Azərbaycanın zəfər tarixini yazmış Azərbaycan Respublikasının Prezidenti Sahib Qədərimiz Ali Baş Komandanı Cənab İlham Əliyevin komandanlığı ilə gedən ədalətli müharibədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün törəni təmin edilməsi uğrunda ən yüksək zirvəni fəth etmiş Azərbaycanımızın qəhrəmanlıq tarixinə, zəfər tarixinə, 21-ci əsr tarixinə Azərbaycan xalqının qəhrəman olaraq, igid olaraq, əsr vətənpərvərlik nümunəsi olaraq daxil olmuş Əliyev Asim Nur oğluna Allah rəhmət eləsin. Onun şəxsində Allah bütün cəmi şəhidlərimizə, yəni 1988-ci illərdən başlayaraq 2024-cü illər ərzində Azərbaycan Respublikasının ərazilərinə, Azərbaycan xalqına qarşı Ermənistan Respublikasının həyata keçirdiyi təcavüz, işğal, soyqırımı, deportasiya siyasəti və eyni zamanda sərhəd boyu ərazilərdə antiterror tədbirlərində düşmən təxribatının qarşısını alarkən ən yüksək zirvəni fəth etmiş hər bir şəhidimizə Allah rəhmət eləsin. Onların qəhrəmanlığı sayəsində Azərbaycan Respublikası bugün ən yüksək zirvədə dayanmışdır ki, həqiqətən hər bir şəhidimiz fatihdirlər. Azərbaycan xalqının milli qəhrəmanıdır, vətən müharibəsi qəhrəmanıdır. Ona görə ki, onlar müasir müstəqil Azərbaycan dövlətinin 20 ildən çox bir tarixini əhatə edən dövrdə Azərbaycan prezidentinin həyata keçirdiyi
uğurlu, məqsədyönlü, bükülmüş daxili və xarici siyasətinə dəstəklərini ifadə edərək vətən torpaqları uğrunda gedən müharibədə canlarını bugünümüz üçün, gələcəyimiz üçün qurban vermişlər. Yəni ki, hər bir şəhidimizin müasir tariximizdə çox böyük rolu və yeri vardı. Onlardan biri də bugün biz il dönümünə toplaşdığımız Asim Nuroğlu Əliyevdir. Onun da digər şəhidlərin adları qızıl hərflərlə yazılmış şəhidlərimiz kimi müasir tariximizdə xüsusi yeri və xidmətləri açıq-aydın şəkildə görsənir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah xalqımızı, ordumuzu qorusun. Allah Azərbaycan Respublikasının prezidenti, silahlı qüvvələrimizin ali başkomandanı Əliyev Asim Nuroğlu kimi yüzlərlə qəhrəman oğulların güclüyü sayəsində onların ən yüksək zirvəni fəth etməsinin nəticəsi olaraq, məntiqi nəticəsi olaraq 21-ci əsr tariximizdə bütöv Azərbaycan yaratmış, ərazi bütövlüyünü təmin etmiş, Azərbaycan yaratmış, dünyada 5-dən böyük olan dövlət formalaşdırmış, inkişaf etdirmiş və dünyaya təqdim etmiş Azərbaycan xalqının xilaskarı 21-ci əsr tariximizə qurtuluş dahisi olaraq daxil olmuş Cənab İlham Əliyev olsun. Amin. Bir də Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onları bu ruhda böyüdən, vətənpərvər ruhda böyüdərək, formalaşdıraraq vətənimizin müdafiəsinə istiqamətləndirilmiş hər bir şəhid anasına, şəhid atasına Allah can sağlığı, uzun ömür versin. Toz Turan Şəhid Ailələr Birliyi olaraq Asim balamızın il dönüm mərasimində valideynlərin yanında olaq, ziyarətinə şərik olmaq üçün biz buradayıq. Bu tək bizim şəhid valideynləri yox, bugünkü ildə onlar yaratdıqları şəraitə görə, sülh əmrlanma şəraiti yaratdığı ölkədə yaşayan hər bir vətəndaşın mənəvi borcudur ki, bu ailələrin yanında olsunlar, mənəvi dəstək olsunlar. Bu ailələrə başqa bir şey lazım deyil. Bu ailələrin bir yerdə olmağı heç kimdə narahat eləməsin. Biz siyasətlə məşğul deyilik. Biz ancaq öz dərdimizə şərik olmaq üçün bir-birimizin yanında olmalıyıq, bir-birimizə arxa dayayaq. Belə də olmalıdır. Bu evlatlar elə bir evlatlar olublar ki, Azərbaycan neçə illərdən bəri hissə-hissə bölünüb, parçalanıb, kimlərsə mənimsədiyi torpaqlardan 88-ci ildən bəri əlavə işğal olmuş torpaqlarımızın geri qaytarılmasında Azərbaycan tarixinə ilk dəfə zəfər qələbəsi yazan bu cəsur oğulların sayəsində oldu. Bunda Allah onları qorusun hər birini. Ali Baş Komandanımız da var olsun, ölkə başçılığından əksik olmasın. Allah canını sağ eləsin, ömrünü də uzun eləsin. Biz həmişə onun siyasətini dəstəkləmişik, biz həmişə onun yanındayıq. Var olun. Bütün Azərbaycan xalqında, bütün valideynlərə, evlatlarının təşkillərini, görmələrini arzu edirəm. Asim balamı və Asim balamı simasında bütün şəhidlərin məqamları ucadan uzaq olsun. Allah yerlərini şad eləsin, yerlərini cənnət. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin, Asim balamızın da məkanı cənnət olsun. Bir dönümüdür. Allah səbir versin bu qardaşa, bacıya. Çox çətin dərddir. Dözülməz dərddən də dözmək lazım, yaşatmaq üçün dözmək lazım. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin. Məkanları cənnət olsun şəhidlərimizin. Allah səbir versin. Bütün şəhid ailələrinə Allah səbir. Ben üzr istəyirəm, bir balaca bir söz demək istəyirəm. Bakıda ben söz deyilməli ən balacadan olacaq burada. Amma mən sosiologiya təhsilim var. İllərdir mütəxəssislər çalışırdılar ki, gəncliyi nətər xilas eləsinlər. Sosiologlar, psixologlar, filosoflar nə qədər bunun üzərində baş sındırırdılar. İslam filosoflarından birinin bir sözü var ki, şəhidin qanı heç vaxt yerə tökülmür. O həmişə cəmiyyətin damarlarına qarışır, coşdurur. Cəmiyyətdə bir oyanış yaradır.
Biz bugün baxırıq ki, bir çox bu şəhadət məktəbi olmayan cəmiyyətlərdə gəncliyi xilas eləmək olmur. Gəncliyi xilas eləmək çox çətin olur. Amma bugünkü gündə Azərbaycan cəmiyyətində, ümumiyyətlə şəhadət olan hər bir cəmiyyətdə onların sayəsində, yəni şəhidlərin sayəsində, gördükləri işlər sayəsində gənclik heç bir iş görmədən xilas olurlar. Bunun özü şəhidliyin nə qədər sirli, möcüzəvi bir iş olduğunu göstərir. İllərlə təhsil almış mütəxəssislər gənclikləri xilas edə bilmirlər, cəmiyyətləri xilas edə bilmirlər. Amma şəhid bir hərəkətindən bütün cəmiyyəti xilas edir, bütün gəncliyi xilas edir. Mütəfəkkirlərin illərlə çalışdığı, baş sındırdığı işləri onlar bir anında həll edirlər. Buna görə şəhadət dərk olunmaz bir şeydir. Yəni bunu şəhadət məktəbi olmayan cəmiyyətlər onu dərk edə bilməzdir. Bu qədər bağışdır. Sağ olun. Qoyurlar ki. Ona görə cavabını tapa bilməyiblər ki, o cəmiyyəti azad etmək üçün, o gəncliyi azad etmək üçün insan öz canından keçməlidir. İnsan canıdakı hər həyatda hər şeydən əziz olduğu üçün də onun cavabı heç vaxt tapılmamışdır. Amma bugünkü günü şəhidlərimiz düşünmədən ölkəmizi, ana bacılarımızı, gənclərimizi bəli, xilas etdilər, əmin-aman bir ölkə yaratdılar, rahat bir ölkə yaratdılar, bütöv bir dövlət yaratdılar. Allah ruhunu şad eləsin cəm şəhidlərimizin. Amin. Bizim ümumiyyətcə gələcək nəsillər həqiqətən bir vətənpərvər nəsil yetişməlidir ki, Azərbaycan xalqı həmişə əmin əllərdə olsun. Bizim bu cənab prezidentimiz də dəfələrdən deyir ki, gənclərimiz vətənpərvər böyüməlidir. Gənclərimizin vətənpərvər böyüməsi üçün istər orta məktəblərdə, istər bağçalarda, başqa bir ali məktəblərdə də belə olsa, hər zaman şəhidlərimizin mövqeyindən, şəhidlərimizin əziyyətindən danışılmalıdır. Ruhu şad olsun cəm şəhidlərimizin. Bizə görə danışır. Allah rəhmət edesin bütün şəhidlərimiz. Yeri cənnət olsun. Nur içində eləsin. İnşallah.